Həzrət Peyğəmbərimizdən hədis var ki, 4 şey qəlbi qaraldar. Birinci günah dalıcan günah, eyni günahı təkrar eləmək. İnsanın qəlbi bir dənə qabdır. Allahın da rəhmət yağışı həmişə yağır. Eyni günahı təkrar eləmək o qabın dibinə, eyni yerə, eyni zərbələri vurmaqdır. Müxtəlif yerə vurulsa yenə cəhənnəm, eyni zərb. O kəslərin ki, qəlbinə Allah möhür vurub, onun qabı deşilmir, qabın dibi yoxdur. Qabın dibi düşüb. İnsan eyni günahı eləyir, onun üçün adiləşir, sonra onsuz olmur, qəlb bu ilə qaralır. İkincisi odur ki, mübahisə eləyərsən. O deyir, sən deyirsən, amma arada heç nə yoxdur. Boş bəhs eləmək. Üçüncü, əks cinsin nümayəndələri ilə daim ünsiyyətdə olmaq. İxtilaf. Ancaq böyle adam var ki, işi gücü ancaq əks cinsin nümayəndəsinə ya danışır, ya yazışır, ya görüşür. Ömrünü hələ bahəs eləyib buna. Bu qaraldır və dördüncü də deyir ki, ölülərlə oturdurmaq. Soruşurlar ki, ya Resulallah, ölülər kimdir? Deyir ki, ömrünü, gününü eyş-i işrətdə keçirdən varlılar. Mutrif deyirlər, Quranda onlara. Onların məclisində iştirak eləmək qəlbi qaraldır.